Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qavli amma ba'd. Möhtərəm qardaşlar, mən Mücəz Mənsur və Allah Təaladan haqq təqvasından qorxmağı nəsihət edirəm. Çünki haqq təqvası, haqq olan təqva Allahdan gizlində və aşkarda qorxmaqdır. Çünki Allah Təaladan aşkarda qorxmaq rahatdır. Necə ki münafiqlər. Amma Allah əsl təqva isə odur ki, insan Rəbbindən gizlində də qorxsun. Və bugün qardaşlarım, toxunmaq istədiyim bir mövzu var. O mövzu ki, Əhl-i Sünnənin üsulundan, qaydasındandır. Və o qayda ki, o üsul ki, bəzi müsəlmanların şübhəyə və ixtilafa düşmələrinə səbəb olur. O hansı mövzudur qardaşlarım? Bəzən hərdən olsun ki, bəzi qardaşlar şikayət edirlər və soruşurlar daha doğrusu ki, filan tələbələr öz rəhbərləri müsəlman gördüyü halda biz bilirik ki, Əhl-i Sünnənin sələfin yolundandır ki, elm tələbələri və həmçinin müsəlmanlar və elm əhli başda olmaq şərtindən insan rəhbərinin ətrafında birləşməlidir. Çünki rəhbərin müxalif olmaq sələfin sifətinə olmayıb. Rəhbərin müxaliflik, yəni qarşı çıxmaq, istər fikirlə olsun, istər sözlə, istər əməllə fərq etməz, hər bir halda qarşı çıxmaq sələfin sifətinə yoluna olmayıb və bidət əhlinin əksinə yoluna olmayıb. Və bəzi qardaşlar deyirlər ki, bəzi tələbələr var ki, onlardan çəkindirilməyinə baxmayaraq, onlar rəhbərlərini müsəlman görürlər axı. Axı onlardan niyə çəkindirilir? Cavab olaraq qardaşlarım, sələf bizə yol qoyub. Yəni artıq bu gündən sonra kiminsə çıxıb ortaya gedib yol qoymağına ehtiyac yoxdur. Hansı ki bir yol var. Necə Muhammed sallallahu aleyhi ve sellem onun sahabələrinə və sahabələr də Allah Rasulundan öyrəndiyini tabiinlərə və onlardan sonra miras olaraq əsrlər və əsrlər artıq elm miras olaraq gəldi çatdı. Və qayda olaraq qardaşlarım, necə ki bir insana şirki tərk eləyən, yəni Allaha şərik qoşmağı tərk eləyən bir insan nə zaman tövhid əhli sayılır? Bir insan qəbirləri ibadət etməyi və yaxud ağacları əski bağlamaq və yaxud da buna bənzər şirk, ölülərdən nəs istəmək, onu insan tərk edib nə zaman tam tövhid əhli sayılır? O zaman ki insan şirki, o qəbirləri və onlara qarşı olan Allahın layiq olduğu ibadətləri onları etməyi tərk etdikdən sonra tövhid əhli sayılır. Amma nə zaman kamil tövhid əhli sayılır? O zaman bir müsəlman kamil tövhid əhli sayılır ki, o müsəlman qəlbindən o şirkə olan sevgini də çıxartsın. Əvvəla. İkincisi, o insan o şirkin əhlini də tərk etsin. Və üçüncüsü və ən əsası isə o müsəlman o şirkdən onun əhlindən çəkindirsin. Çünki ola bilərmi ki, bir insan Allaha şərik qoşmur, amma Allaha şərik qoşulanların əməllərindən çəkindirməsin. Ola bilərmi ki, düşün, xəyal et, düşün. Kimsə qəbrə gedir, səndən kimsə soruşur ki, o filan kəslər qəbrə gedir və sən də çəkindirmirsən. Ola bilər belə bir şey. Mümkün deyil ki, o insanın tövhidi kamil olsun. O artıq tövhidində naqisdir. Və naqis tövhid də ola bilsin ki, qəbul olunmasın. Və həmçinin də sünnə də belədir. Yəni sünnənin içində olan yaşayış da bu cürdür. Bir insanın sələfin mənhəcində, mövqeyində olması nə zaman tam sayılır və kamil sayılır? Yəni o təkcə öz rəhbərini müsəlman görməyə kifayətlənir. O zamana qədər ki, o rəhbərini, yəni müsəlmanları təkfir edənlərdən çəkinmədikcə və onu təkfir edənlərdən çəkindirmədikcə o sələfi sayıla bilməz. Çünki bizə Allahın dini yol qoyub. Kitab və sünnə bizə yol qoyub. Və kitab və sünnənin qoyduğun yoldandır ki, insan batili tərk edib, onun əhlini tərk edib və onun əhlindən çəkindirmədicə xeyr əhli ola bilməz. Axı Allah Teala bizə öz kitabında dəfələrcə xatırladır. Yaxşılığı əmr edib, pislikdən çəkindirmək. Çünki yaxşılığı əmr etmək sadəcə olaraq pislikdən çəkindirməyi tərk etmək kifayətlənmir. Yalnız da yaxşılığı əmr etmək kifayət deyil. Bəs pislikdən çəkindirmək. Sən insanlara yaxşılığı əmr etməyi öyrətdin, yaxşını öyrətdin. Bəs pis öyrətmək lazımdır. Bəs pisdən çəkindirmək lazımdır. Ona görə də o qardaşlara, o soruşan və o şübhədə olan qardaşlara bir cavab olaraq ki, əgər bir elm tələbəsi ki, əgər özünü elmə nisbət edən, dəvətdə öndər olan bir müsəlmanın bidət əhlinin sözlərini deməməsi kifayət eləmir. Bidət əhlinin, məsələn, xavariclər və onlara bənzəyənlər, bidət əhlinin sözlərini deməməsi kifayət deyil. O zamana qədər ki, o insan bidət əhlini tərk edəcək. Və o insan bidət əhlindən çəkindirmədikcə artıq o sələf ola bilməz. Çünki sələfdən gör nə qədər əsərlər var bilirsiniz.
Onlar deyərlər ki, bir insanın mövqeyini bilmək üçün onun oturub durduqlarına, onun susduqlarına baxardılar. Əgər bir insan batilə susursa, artıq o batildən tam çəkinməyir. Allah Teala kitabında buyurur ki, haqq gəldikdən sonra batil yoxa çıxar. Diqqət et, Allah Teala demədi ki, haqla batil birlikdədir. Haqqın gəlişi batilin yoxa çıxması deməkdir. Əgər bir yerdə sələfilik varsa, əgər həmən yerdəki bidət əhlindən çəkindirilmirsə, artıq ora haqq əslən gəlməyib. Və bu da sələfin mənhəci. Bəzi müsəlmanların başa düşə bilmədiyi incəliyi odur, qardaşlarım. Bir insan, qayda olaraq qardaşlarım, necə ki tövhiddən məsəl seçdik, bir insanın təkcə qəbirlərə ibadət etməsi və yaxud da şirki tərk etməsi kifayət etmir, hətta o zamana qədər ki, o şirkin əhlini tərk eləsin. Hətta o məqamları, o yerləri tərk etsin. Hətta onun əhlini tərk etsin və hətta onun əhlindən biri çəkindirsin. Ola bilərmi ki, şirk əhlinə kimsə yönəldəsən? Əgər yönəldirsənsə, əgər o yerlərə yönəldirsənsə, özün tərk etmisənsə, ya münafiqsən, tam iman getirməmsən, ya da sən əslən tövhidi başa düşməmsən. Və sünnə də belədir, qardaşlarım. Çünki ən əzəmətli kəlmə olan La ilahə illallah, Muhammedun Rasulullah həyat bunun üzərində qurdu. Allah Teala bunun üzərində yaradı. La ilahə illallah Allah Teala'nın haqqıdır. Yəni tövhid məsələləridir. Muhammedun Rasulullah isə sünnəyə olan məsələlər. Və onların ikisini ayırmaq olmaz. Əgər kim onların ikisini ayıracaqsa, ya şirkə düşəcək, ya da bidətə düşəcək. Artıq orada başqa haqq bir yol ola bilməz. Ona görə kim ki Rəbbinə tövhid məsələlərində sadiq olduğunu etiraf edirsə, o Muhammed Rasulullah'da, yəni sünnə üzərində sadiq olmalıdır. Çünki birinə xəyanət edib, birində sadiq olmaq olmaz. Bu sələfin yolundan deyil. Bu əslən haqq olan yoldan da deyil. Ona görə də bidət əhli əməlləri ilə birlikdə və şəxsləri ilə birlikdə və yolları ilə birlikdə və sənin dilindən onların yolunu insanlara çəkindirməklə birlikdə tərk olunduğu zaman və rədd verildiyi zaman artıq sələflik sayılır. Əgər olmasa, artıq sələflikdən sayıla bilməz. Necə ki, Allah Teala bizə mənhəc öyrədir. Hətta şeytanın özünün insanlar üzərində qoyduğu hakimiyyətinə baxsan, hətta şeytan onunla yaşayır. Şeytan bir insana vəsvəsə verəndə, ona verdiyi vəsvəsələrdən biri təkcə günahı etmək deyil ki, onu xeyir əhlindən çəkindirir. Subhanallah ilazım. Şeytan mənhəc üzərində yaşayır. Şeytanın mənhəci var, qardaş. Allaha, Rəbbinə şeytan qovulanda cənnətdən nəyə söz verir? Onları önlərindən, gerilərindən, sağlarından, sollarından yaxlaşam. Yəni sağından necə? Yəni xeyirlə. Subhanallah ilazım. Şeytanın mənhəci var. Bəzi müsəlmanların mənhəci bile yox. Yəni şeytan qədər sadiq ola bilmədilər vədlərinə. Düz təbii ki, şeytan pis bir şey vəd vermişdi. Amma insan da artıq pis bir şeyin üzərində ola bilər axı. Şeytan insanı yaxşı insanlardan çəkindirdikdən sonra ondan sonra artıq haramları əmr edir. Yaxşı insanlar kimlərdir? Hansı ki, haramları bilənlər. Şeytan bir insana əgər içki içməyi əmr edəcəksə və yaxud da zinanı və yaxud da ona bənzər murdar şeyləri əmr edəcəksə, şeytan onun ətrafındakı xeyirli insanlardan birinci onu uzaqlaşdıracaq. Əgər onlardan uzaqlaşsa, şeytan bilir ki, alimdir o. Şeytan bilir ki, onlardan uzaqlaşmasa, nə içməyəcək, nə çəkməyəcək, nə də başqa. Şeytan mənhəci var. Ona görə bugün sələfi də həmçinin. Təbii ki, bizə ibrət şeytan deyil. Yəni, məsəl çəkmək üçün ki, gör şeytan qədər də olmayanlar var. Şeytan qədər sadiq olmayanlar var. Subhanallah inanır. Ona görə bir insan bidət əhlindən, bidəti yayanlardan, onlar nə olsun ki, desinlər ki, filan kəs müsəlmandır, filan kəs müsəlmandır, filan kəs müsəlmandır. Sən baxacaqsan. Onun ətrafında bidət əhli var. O bidət əhlindən çəkindirir, yoxsa çəkindirmir. Sən buna bax, qardaşım. Çünki şeytan hiləgərdir. Sən elə bilmə ki, şeytan bir şeyi vəsvəsə verib tutacaq. Əksinə, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'dən sonra bu günə qədər, gör nə qədər bidət firqələr ortaya çıxır. Yəni, bu gündən sonra da onlar zaten çıxacaq. Yeniləri olacaq. Şeytan oturmayacaq. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, qaylülə eləyin. Qaylülə eləmək olar. Amma şeytan qaylülə eləmir. Yəni, yatmır. Bugün təəssüf müsəlmanlar yatmır qalanlar. Şeytan yatmır. Ona görə də səni azdırmasın. Bəzi şübhələr gəzir. Filan kəs xavaric deyilsə, rafizi deyilsə, qədəri deyilsə və yaxud ona bənzər şeylərdən deyilsə, demək o bidətçi deyil. Və özünü sələfə nisbət eləyirsə, demək artıq o sələfidir. Havadır bu.
Ola bilsin ki, kimlərsə hardansa sözlər götürüblər. Amma biz axı haqq əhliyik. Biz əsər əhliyik. Biz haqqı götürürük, haqqı olmayanları götürmürük. Hətta biz etiqad edirik ki, alimlər xəta edə bilər. Alimlər xəta edə bilər. Axı biz alimlərin xətalarını götürmürük. Biz xeyri götürürük. Və xeyir də nədir? Kitab və sünnə və ona müvafiq olan sözlər. Və kitab və sünnəyə müvafiq. Və kitab və sünnəyə müvafiq olan heç bir sözün içində sən tapa bilməlisən ki, bidət əhlinə qarşı yumuşaq olan insanlarda elm götürülüb. Və bəziləri metod gətirirlər. Və deyirlər ki, bəzi mühəddislər, hətta İmam Buxar rəhməhullahın adını gətirirlər. Deyirlər ki, onlar bidət əhlindən gedib hədis alırlar. Amma siz bugün deyirsiniz ki, hansısa bir bidət edəndən xeyri götürmək olmaz. Biz insanlara bidət əhlindən elm almağı qadğan edirik. Yəni sələfilik insanlardan bidət əhlindən elm almağı qadğan edir. Amma hansısa bir xeyri, hansısa bidət əhli sənə desə, sən məsələn hansısa bidət əhli deyir ki, isbal olmaz, haramdır. Yəni topuğundan aşağı yemək haramdır. Sən də bunu bilmirdin, qayət dəqiqləşdir. Görsən ki, həqiqətən o düz deyir, o sözünü götür. Çünki sözü sünnəyə müvafiqdir. Düzdür? Amma sən gedib ondan soruşma ki, başqa nə var? Bu dində başqa nə var? Başqa nə haramlar görmüsən mənim üzərimdə? De, mən özümü islah edeyim. Bax, bu yoxdur. Ona görə sələfdə həmçinə batil əhli bunu hal-hazırda bunu təlqin edir. Sələflikdə, İslam dinində, sələfin mənhəcində götürmək və tələb etmək fərqli şeylərdir. Bəzi mühəddislər bidət əhlindən artıq onlar nəyə götürüblər? Onlardan elm götürüblər, amma tələb etməyiblər. Sən heç bir sələfin mühəddisin şeyxlərin içində bidətçi görə bilmərsən. Ki, o bidətçi olsun və yerib onun dizinin dibində oturub ona elm tələb etsin. Götürmək başqa şeydir. Götürməklə tələb etmək fərqli şeylər. Ona görə bugün bəzi müsəlmanların elminin olmağından bu şeylərə yeridirlər ki, əgər mühəddislər bunu eləyibsə, sən də elm tələb edə bilərsən filan kəsdən. Yox, qardaşım, müsəlman gəlir ayıq olsun. Bu şübhələr səni aparıb getməsin. Aparar və qayıda bilmərsən. Çünki sahabələri görənlər getdilər, qayıda bilmədilər. Halbuki onlar sahabələr düzgün tabi olsaydılar, onlar tabiin olacaqdılar əslən. Özə böyük tabiinlər olacaqdılar. Amma getdilər, azdılar və qayıda bilmədilər. Hətta o azğın bidətin üzərində də öldülər. Ona görə bir müsəlman, bir qayda olaraq qardaşlarım, əgər o kəslər ki, ya elm tələbələri olsun və elm tələbələrinin yaxın olanlar fərq etməz, elmdə qabaqda gedənlər, dəvətdə qabaqda gedənlər fərq eləməz. Əgər onların içindəsən, bidət əhlindən çəkindirməyənlər varsa, özləri bidəti etməsələr də belə onlar ora nisbət olunurlar. Çünki deyildiyi kimi, necə ki tövhiddə fayda vermirsə, o sünnələrə fayda verə bilməz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bidəti vəsf eləyəndə ona nə deyir? Bidətin hamısı zəlalətdir. Allah demədi ki, kiçik bidətdə heç nə olmaz. Allah demədi ki, kiçik şey eləyənlərə fikir verməyin. Bidət də kiçik olsun, fərq eləməz. Allah Rasulü buyurdu ki, kullu bid'atin dalalə. Hər bir bidət. Yəni kiçiyi də böyüyü də. Ona görə qoyma sənin beynivə yer etsinlər ki, filan kəsin etdiyi kiçik xətalar, kiçik bidətlər və s. Yox qardaşım, hər bir kiçik bidət də zalətdir. Hər bir kiçik bidət Allah arasında xəyanətdir. Hər bir kiçik bidət xainlikdir. Ona görə qoyma ki, səni kimlərsə şübhələrini aparsınlar. Onlar o sözü gətirədilər. Onu dəlil kimi gətirənlər. Onu bugün sənə təlqin etməyə çalışanlar ki, biz sünnəni qoruyuruq və yaxud da biz cəmaatın birlikdə olmasına çalışırıq və s. bu şeyləri gətirənlərə sən inanma. Cəmaat da, din də, dinin əmr etdiyi şəkildə qorunmalıdır. Nə qədər peyğəmbərlər olub ki, heç ətrafında insanlar heç bir kəsi də olsun dəvət edə bilməyiblər. Bu deməkdir ki, onlar insanlar dəvət etmək üçün batıl yollar axtarmayıblar. Sadəcə qövmü qəbul etmədi. Heç bir iman gətirmədi o peyğəmbərlərə. Və ona görə tək qaldılar. Ona görə də sünnənin üzərində, sələfiyin üzərində tək qalmaq, batılın üzərində cəmaat kimi qalmaqdan üstündür. Ona görə bu şüarlar səni anlatmasın. Müsəlmanlar cəm olmalıdır. Müsəlmanlar bir olmalıdır. Müsəlmanlar bir kəlmənin altında birləşməlidir. Amma haqq kəlmənin altında birləşməlidir. Yəni, müsəlmanlar la ilahə illallah, Muhammed Rasulullah sözünə tam olaraq təslim olmalıdırlar. Və o sözün istədiyi kimi yaşamalıdırlar. Təbii ki, kiçik xətalar hamıda var. Və bəziləri deyirlər ki, filan müsəlmanların xətalarını danışmaq şəriətlə qeybətdir. Bidət əhli istisnar axı. Bugünə qədər xavariclərdən danışılır. Bugünə qədər xavariclərin bidətindən danışılır. Və başqa bidət firqələrinin etdikləri bidətdən danışılır. Bidətdən danışmaq, bidət əhlindən danışmaq heç vaxt qeybətin olmayıb. Əksinə,
Əksinə, çünki cahil müsəlmanlar, elmi olmayan müsəlmanlar əslən heç seçə bilmir ki, sünnənin bidət nədir? Əslən seçə bilmirlər sünnə hansıdır, bidət hansıdır. Amma seçə bilmədiklərinə görə gələk şəxslər adları ilə danışılsın. Və şəxslər adları ilə danışılanda artıq müsəlmanlar seçə bilir ki, kim salamatdır, kim salamatdır. Yəni dinində. Ona görə qısa bir xatırlatma idi bu. Bu sələfin necə ki, Allah Rasulunun zamanından ta bu günümüzə qədər bir-birlərini ötürdüyü bir vəsiyyət idi, nəsiyyət idi, bir miras idi, o da dindir ki, insanlar sünnən yaşamaqda, insanlar sünnəyə təslim olmaqda, yəni sələfin mənhəcində hansı halda salamat qala bilərlər və hansı halları aza bilərlər. Və azmağın səbəbləri buydu. İnsan bidət əhlini, bidəti tərk etməyə kifayət deyil, əhlini də tərk etməlidir, hətta əhlinə yaxınlaşdıracaq səbəbləri tərk olunmalıdır və əhlindən də çəkindirilməlidir. Əgər kimlərdə bu yoxdursa, bidəti etməsə də belə artıq o sünnəyə nisbət olunur. Bidəti etməsə də belə sünnəyə nisbət oluna bilməz. Budur sələfin mənhəci. Kim buna parçalamaq deyirsə qoy desin, kim buna dağıtmaq deyirsə qoy desin, kim buna nə ad qoyursa qoy desin. Zaten peyğəmbərlər, ilk peyğəmbərlərin əvvəlindən ta bu günümüzə qədər hamısına parçalayan, dağıdan, ata ilə oğlun arasına ayıran deyiblər. Məgər Muhammed sallallahu aleyhi ve sellem bu adlar qoşulmadı. Qardaşla qardaşı düşmən eləyən dedilər. Ata ilə balanı düşmən eləyən dedilər. Ata ilə balanı bir-birinə vuruşduran dedilər. Zaten deyəcəklər. Zaten bunlar var. Ona görə o sözlər səni incitməsin. Qoy desinlər. Sənin bir məqsədin olsun. Sənin bir həmmin olsun. Sənin bir məqsədin olsun. Allah nə deyir? Ona görə kimlərinsə dedikləri, kimlərinsə gətirdikləri qoy səni incitməsin. Deyirlər, qoy desinlər. Ola bilər ki, olanı deməyi ilə, sənin qəlbinin sıxılmağı ilə Allah Taala bunları səni kəffar edir. Çünki biz bilirik, insanlar qiyamət günü iki cür bağışlanacaqlar. Ya əməllərinə görə, ya da günahlarının kimlərəsə yüklənməyinə görə və yaxud da kimlərdənsə əcrlərin müsəlmanlara yazılmağına görə. Qoy danışsınlar. Sən sabit qal. Sən azma. Sən bidət əhlinin adını çəkib onlardan çəkindirməyənlərdən və bidət əhlinə qarşı tutanlardan uzaq dur. Özləri bidətçi olmasılardır belə. Budur sələfin mənhəci. Sahabələrin özünə baxsan bunu görəcəksən. Hansı xavaricdə susdular? Təkcə xavaric olmamış sahabələr, təkcə özləri xavaric deyilik deyə susmadılar. Xavariclərin özlərinə çəkindirdilər. Nəinki çəkindirdilər, öldürdülər. Subhanallah yazıyım. Tərbiyə də sala bilərlər. Qova da bilərdilər. Hətta öldürdülər, ondan sonra kifayətləndilər. Bəs sələf bizə bunu öyrətdi. Sahabənin yolu bizə bunu öyrətdi. Təkcə susmaq kifayətləmir. Ola bilsin ki, susmaq batıla susmaq olsun. Əslən bunu sənə təlqin edəsinlər. Axı batıla susmaq özü, batılı danışmaq kimidir? Xeyrə susmaq, xeyirli yerdə susmaq fayda verir. Amma xeyirsiz yerdə susmaq yox. Necə ki, bəziləri hərdən fitnələr zamanı, necə deyilir, el-məhədə həmişə dəfələrcə bunu təkrarlayır. Fitnələr vaxtı fitnədən danışmaq lazımdır. Abbaqır, Ömərin, Osman, Əlinin fəzilətindən danışmağa ehtiyac yoxdur. Zaten onların fəziləti bəllidir. Fitnələr vaxtı fitnədən çəkindirmək lazımdır. Fitnələr vaxtı insanlara fitnəni göstərmək lazımdır. Çünki sələflər fitnəni necə vəsf eləyərlər? Sələflər deyərlər ki, fitnənin məsələ odur ki, alimlərin gözündə və elmi olmayanların gözündə fitnənin məsələ gözəl bir qadın kimi vəsf eləyərlər fitnəni. Elmi olmayanlar o gələn qadını gözəl bir qadın sanardılar və hamı ona tərəf axışardı. Amma alimlər isə onun çirkinliğini görərlər. Alimlər o qadının fitnə olduğunu, əslində onda gözəlliyin yox, çirkinliyin olduğunu insanlara deyəndə səfeh sayılır. Başı qaçmış sayılır. Ağılsız sayılır. Amma o zaman ki fitnə, həmən o qadın yəni, hər yeri dağıdıb getdikdən sonra o fitnəyə düşənlər o həmən gözəl gördükləri qadını, məsələn fitnənin özünün yəni necə çirkin biri olduğunu görərlər. Amma gedəndən sonra nə faydası? Zaten dağıldı. Zaten dağılan dağıldı. Baxın bugün müsəlman ölkələrinə. Nə faydası var indi olan ağıllanmaqda? Nə faydası var peşman olmaqlarının? Nədir fayda? Zaten dağılan dağıldı. Gör nə qədər günahsız müsəlmanlar öldü. O döyüşə çağıranlar da, cihada çağıranlar, hara çağıranlar heç biri də orada yoxdur. Hamısı qaidiyyələr, oturan xavariclər. Bu oturan xavariclərə susanlardan adları ilə niyə sələflər çəkindirməsin ki? Allah Taala'dan istəyirəm ki, bizi ən əzəmətli kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində yaşatsın. O kəlmənin üzərində də bizim canımızı alsın. Və əgər biz nə zamansa şirkə və yaxud da bidətə düşəcəksə, ona düşməmişdən qabaq bizim canımızı alsın. Və bizim əlimizdən zərrə qədər olsun nə şirk, nə də bidəti insanlar üstünə yaymağı Allah Taala bizə qorusun.
və Allah bizə mane olsun onlar. Ən uzun Allah bilir və subhanəkallahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfirukallahu və etûbü ileyk.